Kursuz müəllimlər. Ekranım sizdə görünür. Bəli, müəllimə. Lap yaxşı. Müəllimlər, ilk növbədə özümü təqdim edim. Mən Fidan Dünyamazadə Azlım Akademiya tərkibində məktəbəqədər müəllimlərə həm ödənişli, həm də ödənişsiz formada dərslər keçirəm. Ödənişsiz dəstək xarakterli dərslərimizdən birini hal-hazırda təşkil edirik. Sertifikasiya bildiyiniz kimi sertifikasiya imtahanı qabaqdadır, qarşımızda çox çətin bir imtahan olan sertifikasiya imtahanı var. Və biz bunu uğurla başa keçməkdən ötrü, uğurla sonlandırmaqdan ötrü əlimizdən gəldiyi qədər mən öz adıma dəstəklərimi edirəm. İstəyir test sınaqlar olsun, istəyir ödənişsiz təlimlər olsun, edirəm. İlk növbədə özümü təqdim etdim. Bugünkü təkrar olaraq demək istəyirəm ki, dərsimiz savad təliminin təşkili metodikası olacaq. Bu məktəbə hazırlıq qruplarında daha çox belə deyək hallanır, savad təlimi məşğələsinin təşkili metodikası. Amma belə deyil. İndi birazdan mən danışacağam ki, hansı yaş qruplarında savad təlimi necə təşkil olunur. Məsəl üçün, kiçik yaşlı qruplarda savad təlimini necə keçirik, onlardan biz bəhs edəcəyik. Keçid edək digər slaydımıza. Da dursun bu. Hə. Savad təliminə hazırlıq dedikdə hansı keyfiyyətlər nəzərdə tutulur? Birinci növbədə bizə verilən sual budur. Bizim axtarmalı olduğumuz məhz sual budur ki, savad təliminə hazırlıq dedikdə bəs biz hansı keyfiyyətləri nəzərdə tuturuq? Bir çox valideynlər olsun, hətta bəzi tərbiyəçilər savad təliminə hazırlığı uşağın oxumağı və yazmağı bacarması kimi dəyərləndirirlər. Halbuki müəllimlər, bu məktəbin vəzifəsidir. Oxumaq və yazmaq uşaqlara belə deyək, bunları bacarmaq bu məktəbin vəzifəsi hesab olunur. Müasir təlimin işini bütövlükdə alıb, qabaqcadan köçürməyə çalışırlar. Onlar unudurlar ki, mükəmməl oxu və yazı texnikası bəzən belə deyək, üzr istəyirəm. Bircə saniyə. Ha. Unudurlar ki, müəllimlər, mükəmməl oxu və yazı texnikası bəzən ancaq sinif müəllimləri tərəfindən çox mürəkkəb, gərgin əmək hesabına mənimsədilir. Məktəbə gedənədək uşaqlar yazmağı və oxumağı, dinləməyi və eşitməyi bacarmalıdırlar. Onların fonemik eşitmə qabiliyyəti, nitqi inkişaf etdirmək, cümlə qurmaq, sözləri ayırmaq, hecaların sayını bilmək, baxın, bu çox önəmli bir şeydir. Hecaların sayını və ardıcıllığını müəyyənləşdirmək, nitq səslərini düzgün tələffüz etmək, qrafik iş üzərində, qrafik iş dəftərində sərbəst işləmə bacarıqları formalaşdırmaq bu məktəbə hazırlıq təliminə aid edilir. Uşaqların savad təliminə hazırlanması dedikdə, bağçada uşaqları savad təliminə hazırlanması üzrə bir sıra vəzifələrimiz var. Bunlar hansılardır? İndi onlardan biz bəhs edəcəyik. Mövcud şəraitdə savad təliminin müəllimlər tam təşkili məktəbin də vəzifəsidir, bayaq da dediyimiz kimi. Lakin uşaq bağçası bu istiqamətdə müəyyən hazırlıq işləri üzərində götürülür. Bununla əlaqədar tərbiyəçi sinifdə uşaqların nitqini öyrənməli, daha sonra onların proqram materiallarını mənimsəməyə hazırlanmasını təmin etməlidir. Bir növ belə deyək də, onların potensialını bilmək tərbiyəçi müəllimin özünün üzərinə düşür. Bu onun vəzifəsi hesab olunur. Ona görə də çalışmaq lazımdır ki, bir tərbiyəçi müəllim uşaqlarının, öz qrup uşaqlarının potensialını bilsin. Uşaqlar savad təliminə neçə yaşından hazırlanmalıdırlar? Təcrübə göstərir ki, müəllimlər, uşaqların bir qismi 3 yaşından oxumağa maraq göstərir. Yəni baxın, bu sual ki, sizə ünvanlanar ki, məsəl üçün imtahanda da qarşınıza çıxar ki, savad təliminə uşaqlar belə deyək də, bir qismi neçə yaşından hazırlanır? 3 yaşından hazırlanır. Onlar 3 yaşından oxumağa maraq göstərirlər, üzr istəyirəm. Lakin onların səsləri düzgün oxumağa, belə deyək, düzgün tələffüz etməyə bilmədiklərinə görə bu dövrdə savad təliminə başlamaq məsləhət görülmür. Yadınızda saxlayın, savad təliminə düzdür, uşaqlar 3 yaşından oxumağa həvəs göstərirlər, amma 3 yaşından savad təliminə hazırlanmır. Çünki məhz bu zaman ayrıntılı təhlil prosesində səs strukturunu müəyyən etmək mümkünsüzdür. Məsəl üçün, biz 3 yaşındakı uşağa səs strukturunu, uşaqlara hecaları düzgün bölmək anlayışını öyrədə bilmərik. Bunu ancaq böyük qrupdan artıq başlamalıyıq. İndi sıra-sıra böyük və məktəbə hazırlıq qruplarında hansı proseslər başlayır, onlardan danışacağıq. Bu dövrdə məşğələlər oyun formasında təşkil olunmalıdır.
Uşaqlar hər hansı sözün səsini vurğu altında tələffüz etməyə çalışmalıdırlar. Ayrı-ayrı cüt səs və hecaları təkrarlayan tapşırıqlar bu baxımdan faydalıdır. Böyük qrup uşaqlarından indi bəhs edəcəyik. Böyük qrupda məşğələlər elə qurulmalıdır ki, uşaqlar məktəbə hazırlıq qrupuna keçəndə bir sıra vərdişlərə yiyələnsinlər. Ekranda da gördüyünüz kimi, baxın, bu 5 dənə vərdiş böyük qrupda yadınızda saxlayın. Açar məqam nitəliyindədir. Açar məqam görəvini görür bu. Yəni bunu əzbərləsək demək olar ki, biz böyük qrupdakı səvat təlimi anlayışını öyrənmiş olarıq. Aha. Birinci olaraq nə gəlir? Böyük qrupda uşaqların savad təlimi məşğələsində yiyələndikləri bacarıqlardır, bu 5 dənə bacarıq. Birinci, hər hansı sözün səs təhlilini aparmaq. İkinci, sözlərdə səslərin yerini müəyyənləşdirmək, sözün səs strukturunu müəyyənləşdirmək, modelə uyğun söz seçmək. Beşinci də bütün saitlərin böyük çap hərfləri ilə tanıyıb yazmaq. Yazı formatında deyil müəllimlər. Baxın, bu çox önəmlidir. Bəzi müəllimlər yazı formatında yazdırmağa üstünlük verir, amma bu düzgün deyil. Onların yaş aralıqlarına görə, onların potensial səviyyələrinə uyğun olaraq çap hərflərini, məsəl üçün A hərfini burada gördüyünüz kimi bunlar çap hərfləridir, elədir. Məsəl üçün S hərfinin çap forması budur. Bu formada öyrədilməlidir. Aydındır. Daha sonra saitləri sözlərdə, cümlələrdə tanımaq üçün müəllimlər mütləq formada tərbiyəçinin bir sıra özünə məxsus metodları olur. Necə ki metodlardır, indi sizə açıqlıq gətirəcəm. Hansı ki, məsələn, cümlədə hər hansısa söz deyən zaman, sait səslər gələn zaman, məsəl üçün bir barmağını qatlaya bilər uşaqların görəcəyi şəkildə və yaxud əl çala bilər. Məsəl üçün deyir ki, belə deyək, böyük. İndi bilmirəm oradan eşidilir səsi yoxsa yox, mən əl çaldım hal-hazırda. Uşaqlara göstərəcəyimiz şəkildə heca bölgüsünü cümlədə, daha doğrusu üzr istəyirəm, sözdə neçə heca varsa bunu öyrətməkdən ötrü tərbiyəçi müəllimin özünə məxsus metodları olur. Bu metodlardan biri barmaq qatlamaqdır və yaxud da əl çalmaqdır. Bu böyük yaş qrupuna aid olan bir anlayışdır. Təkrar edirəm. Bu da nədən ötrü verilir? Saitləri sözlərdə, cümlələrdə tanımaq üçün tərbiyəçinin bu etdiyi özünə məxsus bir metoddur. Hansı ki, məsələn, cümlədə hər hansı söz deyən zaman, sait səslər gələn zaman ya barmaq qatlanılır, ya da ki, əl çalınır. Beləliklə, 4-cü yaşdan 5-ci yaşadək əsasən savad təliminə hazırlıq işi gedirsə, 5-ci yaşdan məktəbə hazırlıq qrupunda, artıq yəni məktəbə hazırlıq qrupundan söhbət gedir, artıq əlifba təliminə hazırlıq icra edilir. Təkrar edirəm. 4-cü yaşdan 5-ci yaşa keçiddə savad təliminə hazırlıq işi gedir. Amma məktəbə hazırlıq qrupunda, yəni 5-6 yaşda əlifba təliminə hazırlıqdan söhbət gedir. Daha sonra oxu təliminə hazırlıq üzrə işin məzmunundan indi bəhs edəcəyik. Oxu təliminə hazırlıq deyəndə müəllimlər, məktəbə qədər dövrdə oxu təliminə 2 cür yanaşmaq söhbət gedir. 2 cür yanaşma mümkündür. Birinci, səsləri və onları ifadə edən hərfləri ayrı-ayrılıqda öyrətməklə qısa müddətdə uşaqlara xeyli hesablı oxu vərdişi aşılanır. İkinci olaraq isə uşaqlar dil, fonetika və morfologiya məsələlərində öyrədiləcək gerçəklikləri mənimsədikdən sonra təmiz, praktik vəzifələri yerinə yetirilməsində, yəni cümlədə sözləri düzgün formada istifadə etməsində, yəni oxuma vərdişlərinin öyrədilməsinə başlanılır. Bu yol ki, müəllimlər, yadınızda saxlayın, şübhəsiz ki, uzun və çətin yoldur. Birincisi sadə yol kimi hesab olunur məktəbə qədər dövrdə oxu təliminə birinci cür yanaşmada. İkincisi isə həm uzundur, həm də çətin bir anlayış olaraq götürülür. Üzr istəyirəm. Savad təlimi müəllimlər nitq inkişafı, yəni xüsusilə də ana dilimiz üzərində bu proqramın ayrılmaz bir hissəsi olduğundan onun işi üstünlüyünü itirməməlidir. Bu zaman əsas diqqət bütövlükdə müəllimlər uşaqların dil inkişaf prosesinə yönəlməlidir. Onlarda nitq fəaliyyətinin yeni mərhələsinin formalaşmasına yönəlməlidir. Uşaqlar aktiv fəaliyyətin mərkəzində dayanırlar. Bu prosesdə onlarda təhlil etmə bacarıqları, nəticələr çıxarma, dil gerçəkliklərinin müxtəlif parametrləri arasında münasibətləri araşdırmaq vərdişləri formalaşır. İkinci, daha doğrusu digər slayımıza keçid edək. Aha. Elkoni anlayışını yəqin ki, digər mövzulardan da siz bilirsiniz. Elkoninin yaş periodizasiyası, belə deyək, nəzəriyyəsi də var idi. Oradan da adından yəqin ki, yadınızda qalıb.
Elkoninin, belə deyək, oxu təlimi prosesi ilə bir-biri ilə qarşılıqlı əlaqədə olan 3 mərhələdən ibarət olduğunu bildirmişdi. Kimdir Elkoni? Elkoni qeyd etmişdi ki, müəllimlər, oxu təlimi prosesi bir-biri ilə əlaqəli, qarşılıqlı əlaqədə olan 3 mərhələdən ibarətdir. Birinci mərhələmiz göründüyü üzərə baxın burdadır. 3 mərhələnin 3-ü də burada qeyd olunub. Birinci mərhələmiz sözlərin səs təhlilinin formalaşması və dilin fonem səs sisteminin ümumiləşdirilməsi mərhələsidir. İkinci mərhələmiz fonemik sistemin mənimsənilməsi, onların hərflərlə ifadə olunması, saitlər, samitlər, hərflər və oxunun mexanizminin formalaşması mərhələsidir. Üçüncü mərhələmiz samit fonemlərin mənimsənilməsi, müxtəlif hərflərlə ifadə və oxunun səs sisteminin mexanizminin mənimsənilməsi mərhələsidir. Yadınızda saxlayın. Elkoninin neçə mərhələsi olduğunu və bu mərhələlərdə nələrdən söhbət gedirsə, baxın bu ekran şəkli olaraq da götürə bilərsiniz müəllimlər. Çox önəmlidir, çünki bu dərsin əsas hissəsi kimi də hesab olunur. Birinci mərhələ, təkrar edirəm, sözlərin səs təhlilinin formalaşması və dilin fonem səs sisteminin ümumiləşdirilməsi mərhələsidir. Yəni sözləri düzgün formada demək bacarığından gedir burada. İkinci mərhələdə fonemik sistemin mənimsənilməsi mərhələsidir. Onların hərflərlə ifadə olunması, saitlərin, samitlərin, hərflər və oxunun mexanizminin formalaşması mərhələsidir. Üçüncü, samit fonemlərin mənimsənilməsi, müxtəlif hərflərlə ifadə və oxunun səs sisteminin, mexanizminin mənimsənilməsi mərhələsi olaraq hesab olunur. Birinci mərhələ məktəbəqədər təlimin öyrədilməsi həm də məktəb təlimi üçün, həm də uşağın əqli inkişafı üçün fövqəladə əhəmiyyətə malikdir. Hansı ki, baxın bu mərhələdən söhbət gedir burada. Zürova eyni şəraitdə, eyni proqram üzrə 5 və 6 yaşlılarda savad təlimini təşkil etmiş. Üzr istəyirəm, bir də digərinə keçid edək. Nə təkrar edirik. Üzr istəyirəm bir daha müəllimlər. Jurova eyni şəraitdə dediyimiz kimi eyni proqram üzrə 5 və 6 yaşlılarda savad təlimi təşkil etmiş, eksperimentin nəticələrini bu parametrlərlə yekunlaşdırmışdır. 3 parametrlər. Jurovanın parametrləri 5-6 yaşlılarda savad təlimi parametrləri 3 istiqamətdə aparılır. Birinci, səs təhlili aparmaq bacarığı, ikinci, əlifbanı bilmək bacarığı, üçüncü, oxumaq bacarığı. Yadınızda saxlayın müəllimlər, bu parametrlər arxa-arxaya işlənməlidir. Yəni, ümumi olaraq da biz sadədən mürəkkəbə varislik prinsipini əsas götürdüyümüzə görə, bu hər zaman belə olur. Səs təhlilini birinci aparmaq bacarığı. Bayaq mərhələlərdə də dediyimiz kimi, bu düzgün nitqdən istifadə, danışığı düzgün, bildiyimiz kimi uşaqların öz dilləri, öz anlayışları var da. Sözü demək xüsusiyyətləri var, belə də izah edim. Baxın, bu səs təhlili aparmaq bacarığıdır. İkinci, əlifbanı bilmək, üçüncü, oxumaq bacarığından söhbət gedir. Tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, müəllimlər, 5 yaş savad təliminə başlamaq uşağın nitq inkişafı üçün ən əlverişli dövrdür. Müasir metodikamızda da, müasir kurikulumumuzda da bildiyimiz kimi uşaqlarda məktəb təliminə hazırlıq 5 yaşdan başlayır. Ona görə də ən əlverişli dövr bu dövr kimi hesab olunur. Tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, 5 yaş savad təliminə başlamaq uşaqların nitq inkişafı üçün ən əlverişli dövrdür. Oxu təliminə hazırlığı daha tez yükləmək olmaz. Ona görə də bir hallarda 5 yaşlılarla işi yalnız savad təliminə hazırlıqla məhdudlaşdırmaq lazımdır. Yadınızda saxlayın. Savad təliminə hazırlıqla məhdudlaşdırmaq, baxın buna bəs edir. Oxu təliminə hazırlıq daha tez yükləmək onlara düzgün hesab olunmur. Bu dövrdə sözün hecalara ayrılması, ondakı hecaların sayı və ardıcıllığını müəyyənləşdirmək üzrə də iş aparılmalıdır. Bu zaman tərbiyəçi diqqətli olmalı, uşaq üçün ma, na, tu, ru, la və s. kimi iki açıq hecadan ibarət sadə sözləri seçməlidir. Belə deyək, hecalara bölgü anlayışından söhbət gedir burada müəllimlər. Düzgün heca, bilirik ki, açıq hecalar daha rahat formada uşaqlar başa düşürlər. Çünki belə deyək, qapalı olmadıqlarına görə onlar sözləri hecalara bölən zaman daha rahat formada olurlar. Təkrar edirəm, ma, na, tu, ru, la və s. kimi açıq hecadan ibarət sadə sözlər seçmək lazımdır. Məsəl üçün, lalə kimi, mənar kimi, tutu kimi, baxın bu tipli sözlərdən açıq formalı olan hecalara düzgün formada bölmək lazım gələrsə, bu tipli sözlərdən istifadə etmək daha məqsədə uyğun hesab olunur.
Tərbiyəçi uşaqları cümlələri, sözləri, hecaların səslərini ifadə edən sxemlərlə tanış etməlidir. Onlar öyrənməlidirlər ki, cümlədəki bitmiş fikir sözlərin düzgün sıralaması ilə bildirilir. Ona görə də müəllimlər cümlədə neçə söz varsa, onun sxemində o qədər də sözə aid işarə olur. Bu sxemlər müəllimlər, bu sxemlər üzrə müəyyən vərdişlər qazandıqdan sonra uşaqlar uzun və uzanamayan sözlərlə tanış olurlar. Məsəl üçün, A-nı uzada bilirlər. A ilə bitən sözləri uzada bilirlər, amma samit gələn zaman artıq samiti uzada bilmirlər axı. Bununla tanış olmaq mərhələsi bax bu mərhələdir. Ona görə də cümlədə neçə söz varsa, onun sxemində də o qədər sözə aid işarə olur. Bu sxemlər üzrə müəyyən vərdişlər qazandıqdan sonra uşaqlar uzan və uzanamayan sözlərlə tanış olurlar. Beləliklə onlar sözün hecalara ayrılmasında səslərin rolu haqqında praktik məlumat əldə etmiş olurlar. Onlar öyrənirlər ki, sözdə neçə sait varsa, o qədər də heca olur. Bu anlayış 5 yaşlı qrupda öyrədilməlidir. Sözdə neçə sait varsa, bir o qədər də heca olur. Bu anlayış bu yaş aralığında öyrədilir. Uşaq bağçalarında savad təlimi bayaq da qeyd olunduğu kimi səs təhlil, tərkib metodu əsasında təşkil olunur. Təkrar edirəm, səs, təhlil və tərkib metodu əsasında təşkil olunur. Bu metod uşaqların eşitməyə, sözün və səs tərkibini təhlil etməyə, sözləri səs tərkibinə görə ayırmağa, hecalardan söz, sözlərdən cümlə əmələ gətirmə qabiliyyətinin olmasını tələb edir. Sözlərdən, üzr istəyirəm, səslərdən söz, sözlərdən heca, hecalardan söz, sözlərdən də cümlələr əmələ gətirmə qabiliyyətinin olmasını tələb edir. İndi isə yazı təliminə hazırlıq üzrə işin məzmunundan bəhs edəcəyik. Təkrar olaraq oxu təlimində bir daha demək istəyirəm ki, uşaq bağçalarında savad təlimi bayaq da dediyim kimi səs, təhlil, tərkib metodu əsasında təşkil olunur. Yazı təliminə hazırlıq üzrə işin məzmunundan bəhs edək müəllimlər. Bəs uşaqların yazıya hazırlanması üzrə hansı işlər görülür? Oxudan biz bəhs etdik. Onlar saitləri, sait anlayışları, sait səs anlayışları, heca anlayışlarını onlara aşıladıq. Səs, təhlil, tərkib metodundan istifadə etdik. Bəs yazı təliminə hazırlıq üzrə işin məzmununda uşaqların yazıya hazırlanması üzrə uşaqlarda hansı işlər görülür? Bundan bəhs edək. Səliqəli, gözəl yazı vərdişlərinə yiyələnmək üçün əvvəlcədən yazıya hazırlanmaq vacibdir, düzdür. Qələmi tutmaq anlayışı, dəftəri düzgün qoymaq anlayışı, partada əyləşmək qaydalarını bilmədən bir yana müəllimlər, bunlar bir yana, ümumiyyətlə uşaqlarda yazının ilkin əsasları ilə məktəbəqədər dövrdə tanış olmalıdırlar. Bunun üçün məktəbə hazırlıq qrupunda bilək, əl hərəkətlərini inkişaf etdirən, barmaqların çevikliyini artıran hərəkətlərə üstünlük verilməlidir. Bildiyiniz kimi, baxın, qələmi düzgün tutmaq anlayışı, stolda düzgün oturmaq anlayışı kiçik qruplardan başlanılaraq formalaşdıran vərdişlərdir. Yəni, bu, hər biri 5 yaşlının üzərinə yüklənə bilməz. Biz bu yaş aralığında savad təliminə hazırlaşırıq deyə bütün anlayışları gözləyib 5 yaşlının içərisinə yükləmək heç də düzgün bir şey deyil, müəllimlər, yadınızda saxlayın. Ümumi olaraq demək istəyirəm ki, bu mərhələli olaraq verilən bir prosesdir. Yəni bunu dövlət bizə mərhələli olaraq verir. Qələmdən düzgün tutmaq vərdişlərini üçbarmaq texnikasını birinci kiçik qrupda, təsvir fəaliyyət məşğələsində biz öyrədirik uşaqlara. Yaş aralıqları üstünə gəldikcə savad təliminə hazırlaşdırmaq lazımdır. İkinci daha sonrasına keçid edək. Bəli, əsas olaraq baxın bundan idi mən bəhs edəcəm. Uşaq bağçasında savad təlimi üzrə işin təşkili xüsusiyyətlərindən biraz da danışaq. Müəllimlər, savad təlimi məşğələsi bildiyiniz kimi 2.2 əsas standartında olur və oxuyaq və yazaq başlığı altında verilən bir məşğələdir. Bildiyiniz kimi. Çünki idraki inkişaf sahəsinin ikinci əsas standartına əsaslanır. Və oxuyaq və yazaq başlığı altında sizdən soruşsalar ki, hansı məşğələdir? Bu, savad təlimi məşğələsindən söhbət gedir. Bu məşğələ məktəbə hazırlıq qruplarında həftədə 2 dəfə olmaqla tədris olunur. Alt standartlarda da müəllimlər, yəni bildiyiniz kimi alt standart çərçivəsi var da, unutdum bura qoymağı, bura qoymaq istəyirdim. Eybi yoxdur müəllimlər, onu mən qrupun içərisinə ataram.
Altından da xətt çəkərəm alt standartlara. Alt standartlarda da 5-6 yaşda, 5-6 yaş cədvəlində 2.2.4 və 2.2.5 alt standartlarında yer alır. Burada belə bir sual yarana bilər ki, bəs kiçik qruplarda savad təlimi məşğələsi necə olur? Dərsin əvvəlində də mən demişdim ki, kiçik qruplarda da savad təlimi məşğələsindən söhbət gedir. Savad təlimi məşğələsinin daxilində kiçik qruplarda nitq inkişafı məşğələsində keçirilir. Necə? Və nitq inkişafı məşğələsi də müəllimlər bütün yaş qrupları üzrə olur. Yadınızda saxlayın. Birinci kiçik qrupdan axırıncı qrupa qədər üzr istəyirəm. Nitq inkişafı məşğələsindən söhbət gedilir. Nitq inkişafı məşğələsinin təşkil olunması birinci və ikinci kiçik qruplarda ətraf aləmlə tanışlıq məşğələsinin içində təşkil olunur. Yadınızda saxlayın. Ətraf aləmlə tanışlıq məşğələsinin içində gedir. Artıq orta və böyük qruplarda ətraf aləmlə tanışlıq və nitq inkişafı məşğələsi kimi tədris olunur. Artıq orta və böyük qruplarda adı dəyişilir. Ətraf aləmlə tanışlıq və nitq inkişafı məşğələsi kimi tədris olunur. Yenə də həmin qaydada müəllimlər, birinci və ikinci kiçik qruplarda da olsun, orta və böyük qruplarda da olsun, 2.2.4 və 2.2.5 bircə saniyə bunları belirtim. Baxın, bu alt standartlar əsasında yazılır. İnteqrasiya da edilə bilər 2.1.3 ilə 2.1.6 ilə də bunlar inteqrasiya səhv etmirəmsə olunur. Yoxsa 2.2.1 və 2.2.6 ilə də inteqrasiya olunur. Belə. Sonra tərbiyəçi uşaq bağçasında savad təlimi üzrə işi necə təşkil etməlidir? Savad təlimi məşğələsinin daxilində kiçik qruplarda dedik ki, nitq inkişafı məşğələsində keçirilir, bundan bəhs etdik. Uşaq bağçasında savad təlimini məktəbədəki ilə eyniləşdirmək müəllimlər qətiyyən yaxşı nəticə verə bilməz. Yadınıza saxlayın, məktəbdə tamamilə fərqlidir. Məktəbdə verilən metodlarla, məktəbdə verilən, belə deyək, vəsaitlərlə tamamilə fərqli olur. Qətiyyən yaxşı nəticə verə bilməz. Bəs fərq nədən ibarət olur? Hər şeydən əvvəl məktəbdə oxu və yazı texnikası üzrə iş bir qayda olaraq gündəlik aparılır. Biz bilirik ki, uşaqları məktəbə göndərən zaman onlar sırf yazı və oxu texnikası üzərindən işləyirlər. Bir qayda olaraq gündəlik bu onlarda aparılır. Uşaq bağçasında isə buna həftədə bir gün vaxt ayrılır. Əgər məktəbdə dərsin müddəti 45 dəqiqədirsə, uşaq bağçasında ən çox 25 dəqiqə olur. Uşaq bağçasında məşğələlər yemək, gəzinti, oyun, asudə vaxtın, belə deyək, səmərəli keçirilməsi, oyun tapşırıqları, bunlar növbələşərək verilir. Yadınızda saxlayın, məktəb təlimində 45 dəqiqə olubdusa, bağçalarda bu 25 dəqiqə olur. Savad təlimində də biz, belə deyək, uşaqları sıxmadan aparmalıyıq, onların öz potensiallarını, yaş səviyyələrini diqqətdə saxlayaraq etməliyik. İndi digər sualımız. Tərbiyəçi uşaq bağçasında savad təlimi üzrə işi necə təşkil etməlidir? 2 qaydada təşkil etməlidir müəllimlər. Əlifba ilə əlifbasız təlim formatında. Əlifbasız oxu təliminə belə tələblər verə bilərik ki, hecalarla səsləri oxumaq və bütün sözləri qavramaq üzrə bütöv sözlər dəqiqədə 30 sözdən az oxumamaq şəkildə. Bu əlifbasızdır. Yazı təlimində isə dəftərdə kiçik və böyük hərfləri aydın, dəqiq yazmaq, hərflərin düzgün birləşdirilmə qaydalarını bilmək, 5 yaşlılarla əlifba təlimini tam keçmək, erkən oxumaq, bunları öyrətmək zəruridir. Onlar hecaları oxumağı artıq bacarmalıdırlar. A, I, O, baxın bu saitləri bilməlidirlər. Təkrar edirəm. A, I, O, U 5 yaşlıda öyrədilən saitlər arasındadır. Sonra isə M, N, R, S, T, Ş, B, P, Y, X, Z hərfləri ilə tanışlıq aparılır. 6 yaşda isə artıq digər hərflərdən söhbət gedir. 6 yaşdan sonra uşaqlarda bütün növə maraq azalır, onlar artıq oxumaq istəmirlər. Tərbiyəçi hər şeydən əvvəl oxu texnikasını, təliminin mahiyyətini və əhəmiyyətini anlamalıdır. Onu düzgün təşkil etdikdə uşaqlar hərfləri səslərlə düzgün əlaqələndirə bilir, hecalarla oxumaq bacarıqlarını onlarda inkişaf etdirir, sözün səs tərkibini təhlil etməyi öyrənəcək, səsləri ayırd edə biləcəklər. Bu dövrdə təlim, analiz, sintez təşkil edir.
Sözün qrafik tərkibini tez qavramaq yalnız oxu vərdişinin formalaşması deyil, həm də uşaqların ümumi inkişafını da təmin edir. Uşaqların hərflərlə tanış olduqdan sonra diqqətlərini səslə uyğunluğa yönəltməlidir, səs təhlil tərkibi aparmağı uşaqlarda öyrətməlidir. Yəni səsin öyrənilməsi üçün elə söz seçilir ki, həmin səs əvvəl, ortada və ya sonda gəlsin. Saitlər üçün belə mövqelərin olması və heyecanın bir səslərdən ibarət olduğu hallarda, məsəl üçün, ana sözü ola bilər, qara sözü ola bilər, uşaq sözü ola bilər, daha sonra öküz ola bilər, üzüm ola bilər. Baxın, bu tiplə. Deməli, bunlar nəyə görə istifadə olunur müəllimlər? Sait səslərlə rahat formada, belə deyək, hecalara ayrıla bilən sözlərdir. Bunları hecalara ayıran zaman dedik ki, müəllim əl çalmaq, bu kimi anlayışları uşaqlarda öyrədə bilər. Heca təlimi və oxu vahididir, yadınızda saxlayın. Heca təlim və oxu vahidi olaraq hesab olunur bağça qrupunda, məktəb hazırlıq qruplarında. Uzun illərdən bəri savad təliminin əsasında qoyulan səs təhlil tərkib metodu əsasında təhlil prosesində sözlər əvvəlcə səslərə bölünür, sonra yenidən tərkibinə qatılır. İlk növbədə bu təhlil yönümlü, lakin hərf-hərf oxumağa deyil müəllimlər. Səs hərf tərkibini qavramağa yönəlmiş oxu prosesini ləngidir. Bir cümlədə demək istəyirəm ki, uşaq bağçasında uşaqlar hecalarla dəqiqədə 10-15 söz səlis oxuduğu öyrədilməlidir. Yəni savad təliminin sonunda uşaq bağçalarında uşaqlar dəqiqədə, 1 dəqiqədə minimum 15 dənə sözü, yəni üzr istəyirəm, maksimum 15 dənə sözü oxumağı bacarmalıdırlar. Ümumi qaydada bizim savad təlimi dərsimiz bu idi. Amma indi mən istəyirəm ki, sizinlə testlərimiz də var, quiz testlərimiz də var. Onlarda işləyək müəllimlər. Siz nə deyirsiniz? Quiz işləyək? Həll olar müəllimə. Bircə saniyə. Ekranımı da paylaşacağım. Siz də görəcəksiniz. Müəllimə, mən ekranı görmürəm. İndi görürsüz müəllimlər? Bəli. Lap yaxşı. Mən yox görmürəm. Birinci sualı niyə görmürsünüz müəllimə? Mən ekranı paylaşıram, axı mən də görürəm ki, ekran paylaşdım. Mən görmürəm, yox. Müəllimlər, hamı görür? Bəli, görsəlir. Bəli, görmürəm. Deməli, Məmməd, sizdədir problem. Deməli, Hə, indi gördüm. qrupdakı uşaqlardan Nuray məna sözünü asanlıqla hecalara ayırır. Lakin uzun sözlərdə çətinlik çəkir. Tərbiyəçi müəllim hansı addımı atmalıdır? A. Uşağı uzun sözlər yazdırmalıdır. B. Məşğələni daha sadə formada keçmək üçün dayandırmalıdır. C. Sadə 2 hecalı sözlərlə işi davam etdirməlidir. D. Əlifba təliminə keçməlidir. E. Yazı texnikası üstündə işləməlidir. Gecikdiyimizə görə cavab bilindi müəllimlər. Burada C bəndi idi. İkinciyə keçid edək, biraz tez olaq. Müəlliminə cavablandırdığıma görə oxuya bilmədim. 5 yaşlı uşaq ana sözünü oxuyur, lakin səslərin yerini ayırd edə bilmir. Tərbiyəçi hansı bacarığın inkişaf etdirilməsinə üstünlük verməlidir? Səslər gəlmir. 5 yaşlı uşaq ana sözünü oxuyur, lakin səslərin yerini ayırd edə bilmir. Tərbiyəçi hansı B. bacarığı? Fonetik. Baxaq. Düzdür, fonemik, belə deyək, fonemik eşitmədən burada söhbət gedir. Belə deyək, sözü oxuyur, lakin səslərin yerinə aid etməyi bacarmır. Burada hansının üzərinə getməlidir? Fonemik eşitmə. Bunu hecalara bölərək, bayaq da dediyim kimi, əl çalma yöntəmi ilə uşaqlara öyrədə bilər. Məktəbə hazırlıq qrupunda tərbiyəçi müəllim hər gün 45 dəqiqə oxu məşğələsi keçir. Uşaqlarda yorğunluq və diqqətsizlik yaranır. Burada hansı metodik səhv buraxılıb? A. Səs təhlili aparılmayıb. Heca metodu tətbiq olunmayıb, uşaqlar məşğələyə maraq göstərməyib, tərbiyəçi müəllim məşğələnin motivasiya mərhələsini düzgün qurmayıb, E. Məşğələnin müddəti bağça təliminə uyğun deyil. Müəllimə, E Y variantı. Baxaq görək, E və Məşğələnin müddəti bağçaya uyğun deyil. düzdür müəllimlər, çünki məşğələnin müddəti 45 dəqiqə deyil axı bizdə, 25 dəqiqədir.
Sonra səs təhlil tərkib metodunu tətbiq edən zaman əsas məqsəd nəyi götürürük? A. Hərfləri sürətlə oxumağı, B. Mexaniki oxu vərdişi formalaşdırmağı, C. Sözün səs təhlil tərkibini şuurlu şəkildə qavratmaq, D. Yazı texnikasını mükəmməlləşdirmək, metodları bir-birindən ayırmaq. C. Baxaq görək C bəndidirmi? Düzdür. Kimi deyildi müəllimlər deyən? Zəhmət olmasa sözünü təqdim etsin. Əliyeva Zülfiyə. Aha, çox gözəl müəllimə. Sonra sözün hecalara ayrılmasında əsas meyar hansı? Samitlərin sayı, saitlərin sayı, hərflərin sayı, sözün uzunluğu, fonemik quruluşu. B. Saatlərin sayı. B. Düzdür, müəllimlər saitlərin sayı. Biz bildiyimiz kimi də, yəni bunu biz müəllimlər də bilir, uşaqlara da öyrədir. Saitlər neçədənsə, o qədər də heca olur. Sonra fonemik eşitmə bacarığının formalaşması aşağıdakılardan hansına birbaşa bəllidir? A. Səslərin fərqləndirilməsi və səs təhlilinə, B. Qrafik bacarıqların inkişafına, C. Söz ehtiyatının mexanizasına, D. Yazının sürətlənməsinə, E. Yazı texnikasına. A. Səslərin fərqləndirilməsi və səs A təhlili. bəndi. Baxaq. Səhv. Biz B-yə bastıq, əslində A olmalıdır. Düzdür müəllimlər. Üzrü sayın. Mən əlim B-yə dəydi. Niyə səhv dedim? Mən A olduğunu bilirdim. Niyə? B dedim. Aha. Sonra uşaq sözün səs tərkibini düzgün təhlil edir, lakin oxu zamanı hərf-hərf oxuyur. Bu halda tərbiyəçi müəllim nəyə diqqət etməlidir? Hərflərin düzülüşünə, mexaniki əzbərləmə metoduna, hecalarla oxu vərdişinin formalaşdırılmasına, hərflərin yazılışına, sürətli oxu texnikasına. C variantı. Müəllimlər C variantı olacaq. Hecalarla oxu vərdişinin formalaşmasına. Sonra 6 yaşlı uşaq oxumağa maraq göstərmir. Buna səbəb nə ola bilər? A. Fonemik eşitmə zəifliyi, D. Yazı bacarığı inkişaf etməyib, C. Uşaqda əqli geriliyi var, D. Nitqi zəifdir, E. Savad təliminə gec başlayır. Nitqi zəifdir. Y Mən məncə. bəlkə savad Y təliminə gec savad təliminə başlayıram. gec başlayır. Müəllimlər, baxın, bayaq Y da variantı. baxın ki, Y variantı. uşaq həvəssiz yanaşırsa, bilin ki, burada yəni hər bir şey ehtibazlıq qrupuna yığıblar ona görə. Mərhələli şəkildə irəliləsə, uşaqda həvəs yaranacaq. Sonra Sevda müəllim 4 yaşlı uşaqlarla məşğələdə hərfləri yazdırmağa və oxutmağa başlayır. Bu vəziyyətin əsas səbəbi nədir? Uşaqların yaddaşı zəifdir, tərbiyəçi oyun metodundan istifadə etmir, savad təliminə yaş xüsusiyyətinə uyğun olmayan şəkildə başlanılıb, tədris materialları çətindir, uşaqda əqli geriliyi var. Müəllimə C. C variantı. Savad təlimi. Yaş xüsusiyyətinə Savad uyğun. təliminin yaş Uşaqlara savad xüsusiyyətlərinə. təlimi yadınızda saxlayın, təkrar edirəm. 4 yaşlı uşaqlarla savad təlimi məşğələri, hərfləri yazdırmaq anlayışı, oxutmaq anlayışı ola bilər. Sonuncu Ola sualımız da bilməz. Cəmilə müəllimə sait səsləri tanıtmaq üçün uşaqlarla oyun öyrədir. Hər sözü hecaya böləndə onlara əl çalmağı tapşırılır. Bu metod hansı məqsədə xidmət edir? Yazı sürətləndirməsi, mexanik oxuya, fonemik eşitmənin inkişafına, əlifbanın əzbərlənməsi, yazı texnikasına. C bəndi. Fonemik Müəllimə C C variantı. variantı. Bəli. Bu yadınızda C variantı. saxlayın. Fonemik Onu eşitmənin inkişafına xidmət edir. Yəni dediyimizi eşitmək anlayışına gedir. Aydındır? Bu qədər müəllimlər. Testlərimiz bu qədər idi. Teleqrama atacağam, özünüz də işləmək istəsəz işləyərsiniz. Əlavətən dərslə bağlı kimin nəsə sualı varmı? Ümidvaram ki, sizdən nə isə, belə deyim, aydınlığa çıxara bilmişəm. Düzdür, savad təlimi məşğələsi həqiqətən də çox çətin bir məşğələdir müəllimlər. Bəzi məqamlar var ki, mən slayd formasında dərlədim onları. O formada istədim sizə göstərəm. Əlavətən bundan sonra keçmək istədiyimiz hansı məşğələlər ola bilər və yaxud hansı dərslər ola bilər? Hansı dərsləri istəyirsiniz keçək? Gələn həftədə onu keçərik inşallah. Müəllimə riyaziyyatla bağlı. Bu savadlarımı çox gözəl başa saldınız. Allah köməyinizə. Qısa, konkret, sadə formada. Başa düşmədim mən. Necə? Deyirəm, maşallah, çox gözəl başa saldınız. Təşəkkür edirik. Yəni, qısa və konkret, sadə dillə, riyaziyyatla da bağlı olsa çox gözəl olar.
Sağ olun müəllimə. Xoş sözlərinizə görə təşəkkür edirəm sizə. Belə deyək müəllimə, sadə riyazi təsəvvürlər də belə miqdar anlayışlarıdır, hesablama anlayışlarıdır. Bunlar da ayrı belə bir mövzulardır, bir-birindən ayrı keçirir. Amma mən istəyirəm ki, onları belə deyim, açar sözlərlə yığam. Gələn səfər inşallah onu keçərik. Onunla quizini həll edərik, tərtib edərik, sonda onu da işləyərik. Ümid edirəm dərsimizdən razı qaldınız. Başqa belə deyək, sertifikasiya ilə bağlı sualınız varmı? Onu da deyim ki, 6 üzr istəyirəm, 2026-nın son 6 aylığında olmayacaq. İlk 6 ayında imtahan olmağı gözlənilir, yadınızda saxlayın. Çünki bu sabah təlimi məşğələsini indi keçdik. Gələn səfər biz sadə riyazi təsəvvürlər məşğələsini keçəcəyik. İnşallah davamlı olacaq dərslərimiz. Amma ondan da savayı hazırlaşmaq yadınızdan çıxmasın müəllimlər. Mütləq formada çalışın, işinizdən bərk yapışasınız. Çünki mən başa düşürəm, özüm də işləyən bir müəllim olaraq bilirəm ki, bəli, yay aylarında olacağı gözlənilir. İlk 6 ayına, iyul ayına qədər olmağı planlaşdırılır. Daha sonra müdirlərin sertifikasiya imtahanı olacaq. Müəllim, avtomat sorusun. Çərçivə sənədi hazır çıxıb, yoxsa yox? Müəllimə, çərçivə sənədinin çıxmağını gözləməyin, çünki güman ki, çərçivə sənədi çıxmayacaq. Diaqnostika imtahanında verilən çərçivə ilə kifayətlənməyiniz istəniləcək sizdən. Aydındır, təşəkkür edirəm. Müəllimə axşamınız xeyir olsun. Müəllimə axı yayda axı məktəb müəllimələrinin imtahanı deyəsən gözlənilir. Onların çıxıb Demək olar ki, bir gün biri olsun, bir gün biri olsun. Onların bizimlə heç bir əlaqəsi yoxdur. Tamam. Onlar heç Müəllimə, Mən bəs sizin təlimlər testlərinizdən- olmalıdır. necə? Sizin testlərinizdən bir deyirəm müəllimə, sizin testlərinizdən bir 40 plus yığan sertifikasiyadan keçmək şansı var. 30-35 arası bal toplayacaqlar. Mənim testlərimdən 40 bal toplayan müəllimlər. Ona çox güvənməyin. Düzdür, mən özünüz gördünüz ki, çox nə çətin suallar, həddən artıq çox etdim. 60 sualın da 60 da çətin hesab olunmur. 60 sualın 60 da asan götürmədim. Eyni qaydada imtahanda da belə olacaq müəllimlər. Elə vaxt olur, sizi başa salım da, çətindən açan kimi kompüteri suallar gələndə görürsünüz ki, həddən artıq çətin suallar gəlib. Bu motivasiyanı bir növ qırmaqdan ötürü edilən bir şeydir. İmtahanda verilən hilələr arasındadır, bu yadınızda saxlayın. Elə vaxtda olur ki, birinci sadəni salırlar, sadə sual. Özünüzdə biraz inam yaranır ki, nə yaxşı sadə suallardır, mən bunları verəcəm, keçəcək. Amma yox, yadınızda saxlayın. Çətin də olacaq imtahanda, eyni mənim tərtib etdiyim imtahan kimi. Çox asan da olacaq, çox çətin də olacaq, orta da olacaq. 3 tipli suallar hazırlayın. Amma mən deyim də, mən verdiyim, mən tərtib etdiyim minvallarda olacaq imtahan sualları, yəni ondan nə çətin olmayacaq, nə qəliz formada, yazılışı tərzi fərqli. İnşallah. Aha. Bir də onu demək istəyirəm İnşallah siz müəllimə. deyən kimi olur. Necə Güləndam müəllimə? Deyirəm, inşallah siz deyən kimi olsun. İntihası müəllimə, bir müəllimə var, demək adını çəkmək düzgündür qrupda. O qədər qəliz cümlələrlə başa salır ki, yəni deyirik, mən qoşulmamışam, prosto qruplarda gəlir. O qədər qəlizliklərlə belə, bəlkə də birinci dəfə eşitdiyim sözlərdir onun işlətdiyi. Bilirsiniz Çox müəllimlər, qəliz. hər birimiz, indi realını danışım, mənim özümün 30 yaşım var. Belə deyim. Amma aramızda 55 yaşında olan müəllimlərimiz də var. Aramızda 60-a qədərdir də, sertifikasiya 60-a qədərdir. 60-dan sonra könüllü olacaq. Yəni aramızda 50-60 yaş arası nə qədər müəllimi olacaq sertifikasiyaya hazırlaşan. Onların anlaq səviyyələrinə uyğun olaraq, başa düşə biləcəkləri tərzdə, belə deyim də, loğru dildən istifadə edərək, açar sözlərdən istifadə edərək çalışmaq lazımdır. Şəxsən mən özüm qarşıma o məqsəd qoydum ki, müəllimləri bu minvalda hazırlaşdırım. Müəllimlərimə bu minvalda köməklik göstərim. Şükür Allaha ki, mənim hər yaş aralığından müdavimim var. Onlar özümü mən inanmıram ki, qara çıxardacaq. Çünki lap gözəl formada hazırlaşırlar. Siz də bildiyiniz kimi bizim hər ayımızın özünə məxsus qruplar olur. Fevral ayımız inşallah ki, xeyirli uğurlu gəlsin. Hər birimiz uçarlı gəlsin. Qarşımızda fevral ayı gəlir. Fevral ayında qruplarımız artıq açılır. Qruplarımıza qoşulmaqdan ötürü yaza bilərsiniz. Ödənişimiz həqiqətən də hər cibə uyğundur. Yəni ödənişimiz cib yandıracaq dərəcədə yüksək deyil. Bu da bu aylıqdır. Yadınızda saxlayın, gələn aylardan arta bilər.
kursumuz tərəfindən qoyulan bir qiymətdir. Sonra Müəllimə, aylıq nə qədərdir sir deyilsə? sir olsun Aylıq. ki, mənim 35 manatda öz iş yoldaşları ilə gələnlərə endirim olunur. Yenə 35 manat endirim olunur. Yəni bir bağçadan 2 və daha artıq müəllimə qoşulursa, ona endirim edirik biz. Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Sizcə keçən il yanvarda brifinq olmadı, fevralda keçirildi. Sizcə brifinq olacaq? Yaxınlarda brifinq olmağı gözlənilir, bəli. Çünki il başlanır. Yadınızda saxlayın. İl başlanır və ildən nələr gözləyirlər, nələr edəcəklər, ilin sonuna qədər nələr etmək istəyirlər, hansı imtahanlar edəcəklər, bu barədə brifinq edəcəklər. Uzun-uzadı danışacaqlar. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun, siz sağ olun. Təşəkkür edirəm. Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Müəllimə, belə sınaqlar yenə olacaq. Əlbəttə ki, olacaq. Bu həftə də inşallah qruplarımızda dediyim kimi say hesabına ki, say limitini keçək. Məsəl üçün Telegram kanalında 1100 nəfəri keçək inşallah biz edəcəyik. İnşallah. İnşallah. Artıq başqa bir proqramda edəcəm. Çünki bu proqramda bəlkə də hər birinizdə gördünüz. 200 nəfər dolan kimi avtomatik saxlayırdılar. Cavabları göstərmirdi. Çünki 200 nəfər limiti var. İstəyir mən edim, istəyir başqa təlim keçsin. Bunun 200 nəfərlik limiti var. Mən hər dəfə 200 nəfəri təmizləyirəm. Bu gün 3 dəfə mən 200 nəfərlik limiti təmizləmişəm. Müəllimlər çox gözəl qatılım göstərdilər imtahana, daha doğrusu sınaq imtahanımıza. Və nəticələriniz belə deyim müəllimlər, 50-ni çox nadir hallarda müəllimlər keçiblər. 1-2 nəfər öz müdavimlərimdən görmüşəm 50-ni keçən. Çünki mən orada etdiklərimi öz metodlarımla, yəni mən onları başa salmışam. Onlar da sağ olsunlar mənə gözəl cavab, gözəl formada geri dönüş etdilər. Amma çoxu 40-50 arası, 40-45 arası toplayıblar. Dəhşət 40-45 toplayan var. Çox aşağı bal toplayanlar da var. Mən onun statistikasını görürəm müəllimlər. Yəni kimlər nə qədər toplayıb. Siz görməsəniz də tərtib edən mən olduğuma görə onun kimlər nə qədər toplayıb onu görürəm mən. Çalışmaq lazımdır ki, hazırlaşaq müəllimlər. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun müəllimə. Müəllimə, bir sual müraciət eləmək istəyirəm ki, sizə. buyurun. Mən 60 yaşım tamam olur da bu yanvarda. Ancaq könüllüdür da bildiyim qədərilə. Könüllüdür, bəli. Əgər mən istəsəm, ancaq onu deyim ki, qeyri-ixtisasam, 35 illik iş təcrübəm var. Yəni mən ikinci dəfə şans mənə veriləcək, yoxsa yox? Siz nəyə görə imtahanda iştirak etmək istəyirsiniz ki? Bu sualı verə bilərəm sizə. Mən özümü sınamaqdan ötürü. Məncə ikinci şans verilmir. Belə deyim müəllimlər, mən özüm bir təlimçi olaraq baxın bu barədə çox araşdırmalar edirəm ki, görək qeyri-ixtisas müəllimləri ikinci tura buraxılacaqmı? Bu hələ müəmma altındadır. Bu barədə bir ay qalmış. Mən sizə deyim də, bir ay qalmış və yaxud da bir aydan az bir müddət qalmış. Rəsmi olaraq açıqlama verəcəklər ki, qeyri-ixtisaslar ikinci iştirakda iştirak edə biləcəklər, yoxsa yox. Bunu heç bir təlimçi deyə bilməz. Amma mən sizə tövsiyə edərdim ki, müəllimə, atılmayasınız. Çünki kəsilmə ehtimalınız ola bilər. Niyə 5 ildən ötürü belə deyək də 5 il vaxtınız qalır da, Allah ömür versin inşallah 65 yaşınızı sağlam keçirdəsiz. Özünüzü niyə yorasınız ki? Şəxsən mən belə fikirləşirəm, amma bu qatılsın. Niyə qoymadılar qeyri-ixtisaslar getməyə? Qeyri-ixtisasları düzdür, qoymadılar. Necə ibtidai sinif müəllimlərini qoymadılar. Ali ev təhsildə 2020-ci ilə qədər belə deyək, 2020-ci il məzunlarına qədər keçməklərini icazə verdilər. 2020-dən sonra qoymadılar. Düzdür, amma bilək ki, 17 min dənə müəllimin 8 mindən çoxu qeyri-ixtisasdır. Yadınızda saxlayın. 8 mindən çox qeyri-ixtisası da işdən çıxartmaq anlayışları ola bilməz. Necə edə bilərlər? İkinci şansı verməyə bilərlər, düzdür. Daha sonra bəziləri də var ki, 750-dən də çox heç diplomu olmayan müəllim var. Yəni heç diplomsuz şəkildə gedib bağçada tərbiyəçi olaraq işləyib hər hansısa yollardır. İndi özünüz bildiniz də hansı yollardan gedir söhbət. Bu yollarla gedib tərbiyəçilik edən müəllimlər də var. Baxın, bunlar da belə deyə zən altındadır. Dırnaq içərisində deyirəm, zən altında saxlanılır. Bəlkə də heç onları imtahana da buraxmayacaqlar. Bəlkə də buraxacaqlar, ikinci şans verməyəcəklər, qeyri-ixtisas sayacaqlar. Ona görə bunu heç bir təlimçi bilmir bu dəqiqə.
Axşamınız xeyir müəllimə. Bəli, bizim rayonda da var. Sağ olun, O heç var ki, ümumiyyətlə orta təhsildən o vaxtı keçmişdən elə idi də, tanışlıqdan girib girlərdi bağçaya. Onlar hamısı diaqnostikaya getdilər müəllimə. Diaqnostika Amma ki, bəli, mən də bir illərim 35 ilim tamam oldu. Mən də 60 yaşım apreldə olacaq. Amma müəllimə risk eləmək də istəyirəm, eləmək də istəmirəm. Maaş artımına görə, amma baxıram sizin imtahanda iştirak elədim. İndi sizin öyrətmək tərziniz çox sağ olun testə görə. Əgər bu tipdə olsa, bundan biraz çətin olsa, elə mənə elə 40-45 gücdən yığaram. Ona görə də heç getməsə, apreldə olsa mən getməyəcəm şəxsən. Yəni Çünki aprelə qədər maaşda olsa məcbursuz. Yəni müəllimə indi mən yox, aprelə qədər olsa gedəcəm. Başqa çıxış yolum yoxdur. Amma ki, siz bəxt dediniz ki, onları bəlkə qoymadılar, amma onlar hamısı diaqnostikaya getdilər. Diaqnostika buna aid edilmir əzizim. Diaqnostika bütün Bəli. respublikanın səviyyəsini yoxlamaqdan ötürü gedirdi. Məsəl üçün, bir ayda işə girmiş müəllim də diaqnostikaya getdi, qeyri-ixtisas müəllim də getdi, diplomsuz müəllim də getdi İndi diaqnostikaya. müəllimə, 10-cu sinifi qutaran ki var idi, məsələn bizim rayonda, o 52 bal yığdı, inanırsınız müəllimə. Yəni O heç bir qeyri-ixtisas yoxsa heç diplom olmayan? heç diplomu olmayan müəllimə, inan Allah ki 52 yığdı. Hamı məhəttəl qaldı. Çıxış da elədi, televiziyada da göstərdilər də, indi çıxanlarda intervyu alırlardı. Valla 52 yığdı, hamı məhəttəl qaldı. Yəni bax, elə oxumayanlar, diplomsuzlar da var. Düzdür müəllimə, düzdür. Yəni belə deyək, savad nə kollec diplomu ilə ölçülmür, nə ali savadla ölçülmür, yəni universitet diplomu ilə ölçülmür. Savadlı insan hər yerdə bilinir, hər yerdə də parıldayır. Mən buna hər zaman inanmışam. Keçən illərdə ibtidai sinif müəllimləri arasında kollec bitirib 60 bal toplayan müəllim olmuşdu. Yəni bu ona baxmır. Metodikanın necə qavramasından irəli gəlir, necə yollarla öyrənməsindən irəli gəlir. Bundan əsas, bunu götürmək lazımdır. Amma bizim Təhsil Nazirliyimiz ümumi olaraq buna baxmırlar. Müəllimləri nə kimi görürlər? Bəli, müəllim bir robot formasında işləməlidir. İndi Lori dildə də olsa deyəcəm. Robot formasında işləməlidir. Müəllim biz deyən qaydanı, metodu bu il ərzində mütləq formada əzbərləməlidir. Bu şəkildə görürlər. Əslində müəllimlər belə deyil. Müəllimə də bir insandır. Müəllimənin də ailə problemləri olur. Müəllimənin də belə deyək, psixoloji böhranda olduğu günlər olur. İndi müəllimlər, sertifikasiya hazırlaşan müəllimlərin belə deyək, diaqnostika çərçivəsinin içərisində belə bir şey vardı ki, müəllimlərin tükənmişlik sindromu. İnşallah o da, bilmirəm, keçmişəm bu qrupa yoxsa yox. Onu da bir ara dərsimizi keçərik. Orada belə bir anlayış var ki, iş böhranı, müəllimin öz böhranı, böhran belə deyim də sizə, peşə yanması deyilən bir anlayış var. Peşə yanması keçirdə bilər bu müəllim. Bunu gözə almırlar. İstəyirlər ki, müəllim mükəmməl olsun. Müəllim belə deyək də, bütün metodika, verdiyimiz bütün metodikanı əzbərə bilsin, bu şəkildə yönədilir. Amma başa düşmürlər ki, əvvəlin təliminə baxaq, əvvəlin perspektivinə baxar. Necə gözəl insanlar yetişdirmişdi keçmiş müəllimlər. İndi sizin də 60 yaşınız var deyirsiniz. Görün sizin bağçanızdan keçən uşaqlar indi hansı vəzifələrdə işləyirlər, haralarda işləyirlər. İndiyə də gətirib baxaq. Düzdür, mən indiki təliminə bir çox yerlərdə qatılıram. Amma keçmişin metodunu əsla danmaq olmaz. Müəllimə, mənim indi uşaqlarımın uşaqlarına baxıram mən. Nə gözəl. Öyle ən tipdə təyinatla gəlib, baxdığım uşaqların, indi olan uşaqların müəlliməsiyəm. Müəllimə, bu miqdən gələnlər inciməsinlər. Bax, 52 ilə, 53 ilə gələn miqdən müəllimələr var. Əksəriyyəti, Allaha and olsun müəllimə, reallıqdır. Bax, yoxlama təşkilləsinlər, gəlsinlər, yoxlasınlar o miqdən ki, göndəriblər. Onlar oxuyub əzbərləmək, bağça müəlliməsi deməkdir, bir şey ki, 1 yaşından 5 yaşına qədər bu uşağa müəllimliyi ilə, onlara nəvaziş, ünsiyyət, onların təhlükəsizliyi, onları əl almaq, Allaha and olsun əl ala bilmirlər uşaqları. Sadəcə çox gözəl oxuyublar, gözəl savadları var. Adicə, neçə də çağırıb, məsəl bir yoldaşı ki, Məhəbbət müəllimə, bir dənə gəl keçəcəri, bu uşaqları əl ala bilmir. Yəni, hələ o nə olsun, 50 aldın. Bu nazirlik fikirləşmir ki, bu insanın özünün təcrübəsi Sovet devrindən qalan müəllimədir. Bu özü bir, biz indiyə qədər güya, indi müəllimə, qabaq bizdə məktəbə hazırlıq var idi, indi götürüblər. Onda necə təhvil verirdik biz? Demək, ibtidai sinif müəllimləri gəlirdi, otururdu, 1-2 dənə, 3 nəfər. Allah hamd olsun. Elə ki, imtahan kimi. Açıq məşqələ verirdik. Uşaq Sahib tanıyırdı, Samir tanıyırdı, tərsinə sayırdı, düzünə sayırdı. Yəni, hərfləri şifahi tanıyırdı.
O biz elə belə durub orada gəl axıra get, axıra üzr istəmə ifadəmə görə getməmişik ki. Mən indi gəl bu texnologiyanı bilmirəmsə, mən əgər o gün siz imtahan elədiniz, mən indi türkü məsələn onu tapıb haram bastığımı bilmədim. İndi mən bilmirəm də bunu. Bu o demək deyil ki, mən savadsızam. Yox, Mən estağfurullah. diaqnostika verib, bəli, diaqnostika heç hazırlıqsız gibi əgər 40 bal toplamışamsa, yəni demək mənim nəsə bir qandığım bir şey var. Əlbəttə ki, mən Amma çox ki, bağlıqlamısınız. amma bizim bu neçə ilin müəllimələrini ən azından 50 yaşına qədər o heç olmasa onlar sertifikasiya lazım deyildi. Onların həyat təcrübəsi bizdən bir cavan müəllimə var gəlib 50 dəfə valideyn dedi ki, nə olar? Mən uşağım yatanda kürəyinə bu dəsmalı qoy. 51 dəfə dedi ki, gördüm sumkada gəldi, sumkada getdi. Mən saat 2-də işdən çıxıram, elə bil ki, elə olurdu ki, yatmaq vaxtına kimi məsəl üçün mən gedirdim. Dayanırdım, gözləyirdim çünki gələn təzə müəllimə eləmir onu. O uşağın kürəyini dəsmalı qoydum. Ondan sonra orasına, burasına qoyub yatızdırdım. Çünki mən bu məsuliyyəti illərdir yığmışam. Düzdür. Nə olsa sən 50-55 yığdın, onda baxdı müəlliməsi olur o. Nə bilim, bilmirəm valla. Mən də özüm təyinatla, imtahanla, miqlə işə düzələn müəllimlər arasındayam müəllimə. Sizin dediklərinizin hər birinə hörmətlə yanaşıram. Çox gözəl başa saldınız məni. Çox gözəl də başa düşdüm, amma belə deyək də müəllimə, siz çox gözəl bir praktika keçmisiniz. Elə deyək, Allah ömür versin sizə. İnşallah daha o nəvələrin demişdi, belə deyək də, uşaqların görmüsünüz, onların nəvələrini də görəsiniz inşallah. Amma bu praktika ilə yazılan, yığılan bir şeydir. İnşallah o miqlə də işə qəbul olan müəllimlər də sizi qədər ömür həyatı sürərlər, sizi qədər də iş həyatı sürərlər, onlar da praktika yığarlar. Sizə də hörmət Müəllimə, qurban olum sizə, cəhd eləmir. Cəhd eləmir, başıma dönüm. Məsələn, mənim ki, ailə problemim olmuyor. Məsələn, əri ilə dalaşırsa, qaynanası ilə dalaşırsa, evin problemi, gəlir qaşın qabağını sallayır, oturur, ağlayır, bir-iki. Bizim ondan betər, bizə qaynana zülmü görmüşük, bizə ər zülmü görmüşük, bizim də problemimiz olub. Amma biz o problemin ağzını bağlayıb, evdə işə başqa əhval-ruhi ilə getmişik. Biz təbii özümüzə şəxsi problemimizi işə daşımamışıq. Bir də ki, müəllimə, məsuliyyət, nə bilim, necə başa salımsa, əlbəttə ki, praktika sözün deyir, təcrübə sözün deyir. Amma məsələ üçün uşağı qucağa almır. Və yaxud da valideyn gəlir, nə olar, tələsir də, uşağı atır ki, bir dənə bunu tələsir də, o da işə tələsir. Deyir, valideyni çağırdır ki, gəl əq qapısının üzünü aç, düzdür, valideyn əq qapısının üzünü açmalıdır, müəlliməyə tərif etmək, düzdür, qanunla belədir. Amma nə olar ki, valideyn də indi tələsir. Vallahi bu yaşımda əyilib əqqabı da üz açıram, ayaqqabı da geydirəm, müəllimə başıma dönüm. Ana olmaq lazımdır, ana. Əgər baxsa müəllimə sırtdənsə, birinci səndə analıq hissi olmalıdır, mərhəmət olmalıdır ki, onu göydə Allah baxır, onu sənə əmanət verir. O valideynin ürəyi ağlaya-ağlaya gedir o işə. O uşaq bağçaya verir, ağlayır, ana da ağlaya-ağlaya gedir. Bax, olmaz ha, qurban olmuşsa, bunu deyirəm sizə. Sən Nazir, bizdən o biliyi istəyirsən, yaxşı edirsən. Biz də elə bir söz öz başına gəlmişik, Fidan müəllimə. Xeyr, biz gənclikdə var, müəllimlərin təkmilləşmə institutunda olmuşam mən 3 dəfə. Mənə Oktay Zülfüqarov dərs deyib. Ondan sonra neçə dənə orada Yahya müəllim var. Allah rəhmət eləsin. Psixoloqlar, bizi də Sovet devrində göndərirdilər. Gedirdik biz, elə bir ki, gedirdik təcrübə götürürdük müəllimlərin təkmilləşmə institutunda. Mingəçevirdə, Bakıda, Gənclikdə yerləşirdi. Biz də həyatdan öyrüdük. Bizim metodistlər var idi. Gəlirdi, yenilikləri başa salırdı. Yəni bizim də dövrümüzdə olub. Amma ən çox bu müəllimlərdə başqa şeydir müəllimə. Yəni insanın o vicdanıdır, hissləridir, uşağı hisslə yaxın durmaq o başqa bir şeydir. Sizin dediyiniz artıq bu insanın öz belə deyə şəxsi keyfiyyətlərinə toxunmaqdan söhbət gedir. İndi biz ona toxunuruq. Bu insanın ürəyində uşağa qarşı sevgini nə belə deyə Emin Əmrullayev yarada bilməz, nə Arti yarada bilməz, nə imtahanı yarada bilməz, nə miq yarada bilməz. Sizdə uşağa bir sevgi var. Bu sevginin 35 ildə işləyirsiniz və bunu itirməmisiniz. Bu özü çox böyük bir şeydir, hörmətə layiq bir şeydir. Sizə həqiqətən çox böyük bir hörmətim yarandı. Amma bu dediyiniz müəllimənin belə deyə hər bir belə deyə müəllimənin də öz vəzifələri var, dayənin də öz vəzifələri var. Elədir, hər bir şey nə dayənin üzərinə ata bilmərik, nə müəllimənin üzərinə ata bilmərik. Biz bağçanın içərisinə daxil oluruqsa, hər birimiz uşaqdan məsuuluq. Yəni mən görürəm də miqdən işə girənlərdə nə görürəm, əvvəlki işləyənlərdə nə görürəm ki, hər bir şey dayənin üstünə atırlar və yaxud deyirlər ki, dayə də atır müəllimənin üstünə ki, müəllimə bunu eləməlidir. Xeyr, hər birimiz, düzdür, mənim öz iş vəzifəm var, sənin öz iş vəzifən var, hər birimiz bağçanın içərisinə girdiksə, texniçki olsun, istəyir rəhbərlik olsun, istəyir müəllimi olsun, fərqi yoxdur. Uşaqdan məsuuluq.
Uşağa sevgi də göstərməliyik, qayğı da göstərməliyik. Lazım olsa əlində təmizləməliyik, üzünü də təmizləməliyik, burnunu da təmizləməliyik. Yəni mən belə fikirləşirəm. Belə düşünürəm. Bir də ki, Məhəbbət müəllimə çox gözəl vurğuladınız ki, yəni uşağa sevgi, qayğı göstərmək lazımdır. Qrupu ələ almaq bacarığı bu praktikadan asılıdır. Belə, təşəkkür edirəm. Çox gözəl bir söhbət oldu sizinlə müəllimə. Başa düşürəm. Müəllimə, bir dənə də mən sual verim ki, bu miqdən keçən müəllimənin müsahibədən birdən o sual qarşısına karıxsa, o müəlliməni kəsə bilərlərmi? Miqdən deyəndə ki, bu sertifikasiyanı nəzərdə tuturamda. Hə, Yəni sertifikasiyadan sertifikasiyadan keçən. bəli, belə deyək, karıxmaq deyəndə müsahibə mərhələsi özü ayrılıqda bir mərhələdir müəllimə. Yəni önəmli bir mərhələdir. Ona da verilən önəmlər var. Məsəl üçün dünya görüşündən bilməyəndə onda müəlliməni kəsmirlər. Metodiki baxımdan suallar verirsə, situativ suallarda necə çıxış tapmaq lazımdır, bunlara cavab verə bilmirsə, bəli, bu yöndən kəsilmə ehtimalı olur. Çətinlik ən zaman belə deyək, nəzəri biliklərdə yox da praktiki bilikləri dilə gətirməkdə olur. Yəni müsahibə mərhələsində olur. Yəni imtahanı verdim, bitdi anlayışını qoyun kənara. Müsahibə də var. Müsahibə də önəmli bir prosesdir. Onda nitqinizi yoxlayırlar, sizi görək neçə ilin müəlliməsidir. Nitqin necə ifadə edə bilir? Həyəcanını ələ ala bilirmi? Baxın, miqçilərimlə hazırlaşanda bu il olan bir hadisəni mən sizə deyim. Komissiya üzvü yıxılıb stoldan yerə ki, gəl başlayıb ağlamağa. Kişi olub hətta. Deyib ki, gəl məni kirit. Uşağı necə kiridərsən? Yəni bu halda necə davranmaq lazımdır? Bu hal zamanı necə belə deyək, situasiyadan necə çıxmaq lazımdır? Onu göstərmək lazımdır komissiya üzvlərinə. Belə hallar da ola bilir. Aydındır? Çox sağ olun. Kirit deyəndə ki, neyniyib bəs o müəlliməni kəsməyiblər, neyniyib orada? Kəsməyi kəsməyib, prosta necə olub? Özünü itirib də, siz də olsa siz də itirərsiniz ki, yəni o boyda insan özünü yıxsın yerə ki, həm başlayıb qışqırmağa ki, gəl məni kirit. Yəni gəl məni Nə sakitləşdir. etməliyik müəllimə onda? Özümüzü ələ Onda nə almalıyıq. etməliyik ya müəllim? Özümüzü ələ almalıyıq. İstəyir qarşımızdakı bir uşaq kimi. Yəni mən uşağam, gəl məni belə sakitləşdir də. Yəni sən bu situasiyada necə çıxmalısan? Sakit formada özümüzü ələ almağı bacarmalıyıq. Həmin müəlliməyə də dedim, özünüzü ələ almağı bacarmalısınız. Hər birinə aid edilir. Bundan sonra gedəsi müsahibəyə gedən müəllimlərə də aid edilir. Özünü ələ alıb yaxınlaşmalıdır. Ona mülayim tərzdə harasını incidib incitmədiyini soruşmaq lazımdır. Bu kimi anlayışlar, üzr istəyirəm, zəng gəlir. Öyrətmək lazımdır. Belə. Aydındır müəllimə. Çox sağ olun müəllimlər, dərsə qoşulduğunuza görə. Siz də sağ olun müəllimə. Çox sağ olun. Siz də sağ olun. Ümidvaram ki, bəyəndiniz dərsimizi. Düzdür, yenə də deyirəm, sabah təlimi məşğələsi çox çətin məşğələdir. Hər hansısa balaca bir qaranlıq qalan yeri belə aydınlatmağı bacardımsa, nə xoş mənə. Dərsimə qoşulduğunuza görə hər birinizə təşəkkür edirəm. Gələn həftə olan dərslərimizdə görüşmək diləyilə. Çox sağ olun. Sağ olun müəllimə, çox sağ olun.